Hörmətli Prezident Müzəffər Ali Başkomandan İlham Əliyev cənabları, sizi salamlayıram. Sizə olan sevgimi, ehtiramımı bildirirəm. Sizə böyük ümidlə müraciət edirəm. Sizin ədalətinizə, mərhəmətinizə güvənirəm. Hörmətli Prezident, 7 ay bundan öncə mən məmur özbaşınalığını sizə çatdırmaqdan ötürü yazılar yazdım. Mənə teatrdan deyildi ki, sən heç bir şey yaza bilməzsən, heç bir şey deyə bilməzsən. Və hazır bir ərzəni mənim önümə qoydular və buna dedilər qol çək, işdən azad olmağım üçün. Mən də sadəcə imza atdım. Bizim prezidentimiz özü başda olmaqla hər zaman deyib ki, məmur özbaşınalığına dözülməz olmalıyıq. Hörmətli prezidentim, 7 aydır ki, döymədiyim qapı yoxdur. Göndərmədiyim telegramlar, göndərmədiyim məktubların sayı hesabı yoxdur. Amma çox təəssüflər olsun ki, möhtərəm prezident, heç birindən heç bir cavab gəlmir və mənə bu kəlmə olunur. Nə istəyirsən, get onu da elə. Mən bu video müraciətimlə sizə demək istəyirəm ki, bu yaxın günlərdə Mədəniyyət Nazirliyindən mənə bildirildi ki, mənim sizə yazdığım məktub sizin ali dərəcənizə çatıb və nazirliyə göndərdi. Mən buna görə sizə dərin təşəkkürümü bildirirəm. Sizə minnətdaram, hörmətli prezident. Mən o məktubda sizə yalvarmışdım. Məni Akademik Milli Dram Teatrına qaytarmağınız üçün. Amma adını çəkmədiyim məmurlar məni heç cürə Akademik Milli Dram Teatrına qaytarmadılar. Adımı da belə qoyurlar. Mən dövlətə qarşı çıxmışam. Hörmətli prezident, halbuki mən hər zaman ulu öndərimiz Heydər Əliyevin ideyalarına, sizin həyata keçirdiyiniz dövlət siyasətinə sadiq olmuşum və ölənə qədər sadiq olacağım. Çünki mən dövlətimi, dövlətçiliyimizi, Azərbaycanımızı, torpağımızı, millətimizi, prezidentimizi sevən vətəndaşam. İnanın ki, məni elə bir vəziyyətə salıblar ki, mən hal-hazırda sizlə video müraciət edirəm. Amma o qədər həyəcanlıyam ki, sözümü ardı-ardıya gətirə bilmirəm. Mən sizə yalvarmaqdan heç vaxt utanmamışam və utanmaram. Mən yenidən sizə yalvarıram. Məni Akademik Milli Dram Teatrına geri qaytarın. Mən məmurların adını artıq çəkmək istəmirəm. Möhtərəm prezident. Mənim sizdən başqa, göydə Allah, sizdən başqa heç kimim yoxdur. Bir daha sizdən xahiş edirəm. Sizə yalvarıram. Məni doğma teatrıma qaytarın. İndi isə 92 yaşlı, birinci qrup əlil olan Lal Kar anamın sizdən xahişi olacaq. Və mən onu sizə tərcümə edəcəm. Hörmətli prezident, mən anamı tərcümə edeyim. Anam sizdən mənə görə xahiş edir ki, məni işə qaytarasınız.
Hörmətli prezident, ümidvaram ki 92 yaşlı anamın müraciəti siz tərəfdən imzalanacaq. Bir daha sizə yalvarıram. Məni öz doğma teatrıma qaytarın. Bu videodan sonra bilmirəm mənim başıma nə gələcək. Mənim ailəmin təhlükəsizliyi sizə əmanət. Cənab prezident,